Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə qorxmağı nəsib edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə olan əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qadağan edibsə, nədən ki çəkinməyi əmr edibsə, o şeylərdən uzaq durmaqla bu sifəti qazanmaq olar. Yəni Allah qorxusunu, o təqva sifətini qazanmaq olar. Əşarilər, Məturudilər və həmçinin digər bidət və zəlalət firqələri barəsində və həmçinin onların dəvətçiləri barəsində olan növbəti bir videomuzdur, rəddimizdir. Deməli, bu videoda gördüyünüz şəxs Türkiyədə olan bu Əşari və Məturudi hocalarındandır. Əbu Bakır Sifil hocadır. Allah hidayət versin. Bundan öncə də bizdə olan bu cırtdanlar bundan bir müsabiqə almışdılar. Allah Subhanahu Taala'nın səmada olması, Allahın ərşə yüksəlməsi barəsində. O vaxtda biz bu Əbu Bakır Sifil hocaya bir təşəkkür videosu da çəkdik və həmçinin onun gətirdiyi orada sözləri cavab da verdi və dedi ki, sağ olsun, heç olmasa bu Əbu Bakır Sifil hoca çıxdı danışdı. Çıxdı danışdı və Əşariliyin, Məturudiliyin etiqadını qoydu ortaya. Ki insanlar görsünlər ki, həqiqətən də bunlar bu məsələlərdə cahillər və sələfin deyil, əhl-i-sünnə vəl-cəmaət, 4 məzhəb imamlarının deyil, onlar və bidət və zəlalət firqələrinə olan imamların yoluna tabedirlər. Bu günləri nəsə baxdım, kanalda həmin o video yoxdur. Yəni onların kanalında bu video yoxdur. Bu Əbu Bakır Sifil hoca ilə olan reportaj yoxdur. Siliblər, bilmirəm gizlədiblər, yoxsa siliblər. Yəqin ki, sərf eləməyib onlara. Və ağaları bunları deyib ki, biz yığışdırıb, bu biyabır elədi bizi. Deməli, biz Şeyxülislam İbn Teymiyyə rahiməhullah barəsində onun həyatı, cihadı, Monqol xanı ilə, Qazan xanla görüşməsi, onun orada söhbəti, elmi, dünyadan köçməsi, türmə həyatı və həmçinin onun evlənməməyinin səbəbi və s. kimi şeyxin 66 il bu yaşadığı bu ömürdə həyatında baş verən hadisələrdən qısa-qısa məlumatlar veririk ki, əlhamdülillah ki, müsəlmanlar öz imamlarını, öz şeyxlərini və həmçinin də Allahın dinini, yəni bu İslam dinini müdafiə edəndə, yəni canları ilə, malları ilə, qanları ilə belə müdafiə edənləri tanısınlar. Və tanısınlar ki, eyni üslub bugün də davam edir. Eyni necə o vaxtı bidət və zəlalət firqələri bir yerə toplanaraq Şeyxülislam İbn Teymiyyə məhkəməyə verib, onu həbs etdirməyə qədər davam edebilərsə, bugün də eyni şeydir. Bugün də eyni şey davam edir. Hansı ki, bu bidət və zəlalət əhli, əhl-i-sünnətə qarşı, sələflərə qarşı bunu edirlər. Və burada Əbu Bakır Sifil hocanın bir dənə videosunu atdılar mənə. Hoca deyir ki, bəs İbn Teymiyyə öz əqidəsindən dönüb. Heç yəni təsəvvür edirsiniz, yəni mən özüm də şoka düşdüm. Deyir ki, bəs siz deyir, İbn Kəsirdən gedib oxumayın da, onun əşarilərlə, mətrudilərlə mübahisəsini. Gedin debatını oxumayın, gedin başqa alimlərin sözlərini oxuyun. Orada 1-2-3 dənə alimin adını çəkir, İnşallah indi olan hamısını danışacaq Allah'ın izniyle. Və deyir ki, onlar da gətirirlər öz kitablarında ki, bəs İbn Teymiyyə rahiməhullah bu mübahisədən, debatdan sonra deyir ki, mən əşariyəm, əhl-i-sünnədən, yəni sələflərin yolundan dönürəm, keçirəm, olaram əşari mətrudi. Yəni belə deyib. Yəni belə deyib, siz deyib İbn Kəsirə gedməyin, oxumayın onu. Buradan Əbu Bakır Sifil hocaya bir neçə söz söyləmək istəyirəm. Hocam, Allah sənə hidayət versin. Saçın saqqalın ağarmış, lakin İslam ümmətinin böyük bir alimi olan Şeyxülislam İbn Teymiyyə rahiməhullaha iftira atmaqdan həya etmədi. Sən heç öz dediklərinə, öz oxuduqlarına inandın mı? Sən düşünürsənmi ki, böyle bir şey ola bilər ki, Şeyxülislam İbn Teymiyyə hər hansısa bir debatda məğlub olsun və desin ki, bəli, mən əşariyəm. Yəni, sən inandın mı heç öz oxuduqlarına? Deməli, qardaşlarım, istəyirəm özünüz onun səsini dinləyəsiniz və sonra orada adını çəkdik ki, o alimlərin, o gətirdiyi söhbətin hamısının əslinə və əsasına qaydaq. Görək, doğrudan mı belə bir şey olub, yoxsa yox? İbn Teymiyyə bu dilə getirib də toplumda dalgalanmalara yol açtığı bu fikirlər sebebiyle arkadaşlar
dönemin uleması tarafından, kadıları tarafından sorgulanmış, muhakeme edilmiş, kendisiyle münazaralar yapılmış ve bu münazaralar neticesinde bunların birkaçında özellikle İbn-i Teymiye bu teşbih teçsim akidesinden rücu ettiğini, döndüğünü, kendisinin ehl-i sünnet akidesi dışında bir şeye inanmadığını, İmam Şafii'nin hatta İmam Eş'ari'nin mezhebini benimsediğini kendi el yazısıyla yazarak imzalamış, o mecliste bulunan ulemayı da buna şahit tutmuştur. Mesela Əslində qalsa, dəyərli dinləyicilər, bilirsiniz ki, necə ki İmam Əhməd rahimehullah deyərdi ki, ümumiyyətlə yəni bidət əhlinin vəsiflərindəndir ki, onlar əhl-i sünnətə həmişə mücəssimə, müşəbbihə kimi sifətləri yapışdırmağa çalışırlar. Yəni Allah Taalanı cisimləşdirən, Allaha cisim vəsf edən, yəni bu cür vəsf etməyə çalışırlar əhl-i sünnəti. Lakin bilirsiniz ki, əhl-i sünnə vəl cəmaa bütün bunlardan uzaqdır. Əhl-i sünnə vəl cəmaa Allah subhanahu wa ta'ala özü-özünü necə vəsf etmişdir və Peyğəmbəri sallallahu aleyhi ve sellem Quran və sünnədə, yəni sünnədə onu necə vəsf etmişdir, o cürə də vəsf edirik və salam. Əksinə elə müşəbbihə, mücəssimə elə onlar özləridir. Müşəbbihə və mücəssimə özləridir və həmçində özləri əsl təkvirçidirlər qardaşlarım. Əsl təkvirçi. Nihayetül Ereb isimli tarih kitabında ki bu eserin yazarı İbn-i Teymiye'nin çağdaşıdır. Şihabuddin Ahmet bin Abdülvehhab el-Nüveyri. Onun Şihabuddin Əhməd el-Nüveyri öz tarix kitabında qeyd edilib ki, belə bir hadisə baş verir. ilgili yazdıkları bizzat gözlemlerine dayanarak yazılmış şeylerdir. Bu münazaraları ve bu muhakemeleri sadece İbn Kesir'den okumayın. İbn Kesir İbn Teymiye'nin talebesidir ve taraftır. Ama halbuki Allah subhanahu wa ta'ala ey hocam, həm səni, həmçində digər sənin kimi əşari və məhdudləri ehtiyaclı edib ki, siz İbn Kəsir rahimehullahın təfsirini oxuyursunuz. İbn Kəsir əhl-i sünnə olub, salih sələflərindən olub və Şeyxülislam İbn Teymiyənin tələbələrindən olub. Həmçinin İmam Zəhəbi, həmçinin İbn Qeym rahimehullah. Yəni Allah Taala elə edib ki, siz İbn Teymiyəni sevməsəniz də, bəyənməsəniz də, amma onun tələbələrinin kitablarını oxuyursunuz. Nüveyri gibi insanlar, Makrizi gibi insanlar, Numeyri, Makrizi və həmçinin birinin adını çəkəcək. İbn Şakir el-Kütübi gibi insanlar. İbn Şakir el-Kütübi kimi insanlar. Bunlar İbn Teymiye'nin çağdaşlarıdır. Hatta bir kısmı İbn Teymiye'nin muhipleridir. İbn Teymiye hasım değildir. Ama hakikati yazmaktan da geri durmamışlar. Deməli, baxaq görək bu adları saydığı, Abu Bakr Sifil hocanın adları saydığı bu şəxslər kimlərdir? Nihayətül Ərəb kitabıdır. Müəllifi Şihabuddin Əhməd ibn Abdülvahhab el-Nüveyri. Əsl əqidəsi əşari olub. Yəni bəllidir ki, bu əşarədən gətirə bilərdi. Ki, əşari etiqadında olan birisi olub və bilirsiniz ki, dəyərli dinləyicilər, Şeyxülislam İbn Teymiyənin, yəni mən sizə sadəcə istəyirəm həmin dövrü bir qısa bir şəkildə vəsf edim ki, yəni özünüz təsəvvür edə biləsiniz ki, gözünüzün qabağında canlandırın ki, yəni Şeyxülislam İbn Teymiyyə yəni kimlərə qarşı mübarizə aparıb və hansı şəraitdə olub? Hansı şəraitdə bu mübarizə aparıb? Məmlük dövləti bütünlüklə rəsmi əqidəsi əşari idi. Rəsmi etiqadı əşari idi. Yəni təsəvvür edin, Şeyxülislam İbn Teymiyyə həmin o dövrdə yaşayıb və əşarilərə qarşı, əşarilərin içərisində olub onlara qarşı nə edir? Mübarizə aparıb. Yəni əgər bunların dediyi kimi, yəni o Nüveyrinin dediyi kimi Şeyxülislam İbn Teymiyyə əşari olduğunu və yaxud da öz olduğu o etiqaddan tövbə etdiyini, əhl-i sünnətə yenidən qayıtdığını, əgər bütün bunları Şeyxülislam İbn Teymiyyə etiraf edirdisə, ey Abu Bakr Sifil hoca, bəs onu nə üçün onu tutururlar? Bəs onu nə üçün ömrünün 7 ilini türmələrdə, həbslər keçirir? Nə üçün? Yəni əgər bu onu etiqad edirsə, bu onu deyirdisə, niyə görə ondan sonra təzədən onu tutub salırlar türməyə? Nə ehtiyac oldu ki? Deməli, onun türməyə düşməsinin səbəbi, ey Abu Bakr Sifil hoca, sənin etiqadınla və sənin ata-babalarının etiqadı ilə razılaşmadığı üçün onu tutub salıblar türməyə. İmam Əhməd rahimehullahı kimlər saldı türməyə? İmam Əhməd rahimehullah həmin o dövrdə Xalqul Quran, Quranın məxluq olması fitnəsinə qarşı mübarizə apardığına görə Mötəzilə etiqadını unutdular, saldı. Kimlər saldı türməyə? Kimlər şikayət etdi onu türməyə? Həmin o Mötəzilə etiqadında olanlar saldılar onu türməyə. Həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullahı kimlər məhkəməyə verdilər? Əşarilər və Məturdilər, Rafizlər verdilər onu məhkəməyə.
Səbəbi də nə idi? Çünki onların etiqadına zidd idi. Ona görə dedikləri onların etiqadını alt-üst edirdi. Ona görə onu 7 dəfəyə yaxın həbs etdiriblər. Məhkəməyə veriblər. Yəni məhkəməyə verirsənsə, deməli bu insan səninlə razılaşmır ki, sən ona məhkəməyə versən. Məhkəməyə versən, niyə görə versən? Deməli sən onun dəlillərinin qarşısında acizsən. Ey Əbu Bakır Sifil Hoca. Sən onun dəlillərinin qarşısında aciz olduğu üçün o vaxtki Əşari imamları ona görə onu tutub verirlər məhkəməyə. Və hakimdən, həmin dövrün sultanından xahiş edirlər ki, onu nə etsin, salsın türməyə və o da sonda, ömrünün sonunda nə deyir? Türmədə də dünyasını dəyişir şeyx. Allah rəhmət eləsin. Deməli, qardaşlar, bəli, Nuveyri öz kitabında gətirir bu barədə və deyir ki, Rabiül əvvəl ayında hicrətin 707-ci ilində, yəni bu hadisə baş verir və orada deyir ki, iddia edir ki, Şeyxülislam İbn Teymiyyə öz deməli etiqadından, mücəssimə, müşəbbih etiqadından tövbə edir. İndi gəlin cavaba biz baxaq, dəyərli qardaşlarım. İbn Kəsir rahimehullah Əl-Bidayə və Nihayə yaxın tələbəsi olub, ömrü boyu onun yanında olub, belə bir şeyləri yazıbmı? Xeyr. İbn Kəsir rahimehullah Şeyxülislam İbn Teymiyyənin öz etiqadından dönməsi barəsində heç bir şey qeyd eləmir. Əksinə İbn Kəsir rahimehullah yazır ki, o öz etiqadını elə qoruyaraq şəhid olur. Öz etiqadını, Allahın dinini, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini qoruyaraq dünyasını dəyişir. Və həmçinin də adları çəkdiyi digər o gətirdiyi şəxslərin adı Məkrizi. Birincisi, dəyərli dinləyicilər, Məkrizinin özü tarixçi olub. Məkrizinin özü tarixçi olub, qardaşlarım. Və təxminən Şeyxülislam İbn Teymiyyə rahimehullahdan 50 il sonra yaşayıb. Yəni 50 il Şeyxülislam İbn Teymiyyə dünyasında deyək 50 il sonra yaşayıb. Yəni bu insan Şeyxülislam İbn Teymiyyə rahimehullahı görməyib, Məkrizi bu orada gətirdiyi. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah barəsində də öz kitabında yazmayıb ki, Şeyxülislam İbn Teymiyyə həmin o etiqaddan dönüb. Sadəcə yazıb ki, həmin o Məkrizi ki, mən İbn Teymiyyə ilə müəyyən məsələlərdə razılaşmamışam. Yəni onun etiqadından dönməsi barəsində heç bir söz açmayıb. Və deməli Əbu Bakır Sifil Hocanın növbəti gətirdiyi imamlardan hansı ki, onlar deyiblər ki, Şeyxülislam İbn Teymiyyə öz etiqadından dönür. Bu da Əhməd İbn Şakir Əl-Kutubidir. Dəməşqdə doğulub, orada dünyasını dəyişib. İbn Kəsir rahimehullah, dəyərli dinləyicilər, onun cənazəsini qılıb. İbn Kəsir rahimehullah onun cənazəsini qılıb. Və qeyd ediblər ki, Əşari etiqadına meyilli birisi olub. Əşari etiqadına meyilli birisi olub. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah barəsində heç bir yerdə qeyd eləməyib ki, o etiqadından dönüb. Əksinə, Əbu Bakır Sifil Hocaya da demək istəyirəm ki, İbn Şakir Əl-Kutubi öz Vəfayət kitabında deyir ki, Şeyxülislam İbn Teymiyyə Təqiyyüddin Əbul Abbas Əhməd İbn Abdülhəlim İbn Teymiyyə Əl-Hərrani Əl-Həmbəli təfsirdə deyir, imam idi. Şeyxülislam idi. Hədisləri çox gözəl bildi və bir çox elmlərə sahib idi. Bir çox məşhur kitabları və s. olduğunu nə edir? Qeyd edir. Lakin deyir ki, mən onunla müəyyən məsələlərdə razılaşmıram və həmçinin gətirib ki, həddən artıq deyir, tünd xasiyyətli idi deyir. Həddən artıq deyir, tünd xasiyyətli idi. Və heç bir kitabında və heç bir yerində demir ki, Şeyxülislam İbn Teymiyyə öz etiqadına nə edib? Qayıdıb, tövbə edib, Əşari olub və s. olub. Bunu bir dənə Nuveyri deyir. Nuveyri də Əşari idi və həmin o dövrdə Şeyxülislam İbn Teymiyyə qarşı sərt çıxışları ilə fərqlənirdi və ona görə də o cürə də qeyd edilib. Lakin digər şeyxin nə qədər yaxınları olub ki, onların heç biri Şeyxülislam İbn Teymiyyənin öz etiqadından, yəni sələfin, əhl-i sünnətin etiqadından döndüyü barədə heç bir şey qeyd edilmir. Necə dönə bilər ki, dəyərli dinləyicilər? Necə dönə bilər ki, hətta İbn Kəsir rahimehullah deyir ki, həmin dövrdə ki, hansı ki, o Nuveyri qeyd edir ki, o etiqadından dönür. Həmin dövrdə deyir ki, Şeyxülislam İbn Teymiyyə hicrətin 707-ci ilində deyir, türmədə idi. Və türmədən çıxan kimi də Əl-Fəta və Əl-Həməviyyə kitabını yazır. Necə ola bilər ki, Əbu Bakır Sifil Hoca, əgər bu tövbə edibsə, necə olur ki, çıxan kimi türmədən hicrətin 707-ci ilində elə Rabiül Axir ayında Fəta və Həməviyyə kitabını yazır. Bütün etiqadını qoyur ortaya. Üstündən biraz keçir 710-cu ildə hicrətin 708-ci ildə Əl-Vasitiyyə kitabını yazır. Necə ola bilər?
Əgər o tövbə edibsə öz etiqadından. Üstündən bir yaz keçir, Əl-Əqidatul Tədmuriyyə kitabını yazır. Əhl-i sünnətin, salih sələflərin bütün etiqadını qoyur. İbn Qeym rahimehullah deyir ki, 3 il vaxt verdi onlara ki, gedin rahat şəkildə dəlillərinizi gətirin görək, bu kitaba qarşı çıxıb nəsə cavab verə biləcəksiniz. Heç bir cavab vermədilər. Sonra hansı kitabları İbn Qeym rahimehullah deyir ki, Əl-Həməviyyə Əl-Kubra kitabını yazır. Yəni Həməviyyə kitabının daha genişləndirilmiş formasını Hicrətin 710-cu ilində. Necə ola bilər tövbə edib öz etiqadını? Əksinə Şeyxülislam İbn Teymiyyə bu batil etiqadlara qarşı mübarizə aparan birisi. Elə onun türməyə düşməsinə, türməyə onun salınmasına hamısının səbəbi də həmin o əşarilər idi. Çünki ona rədd verə bilmirdilər. Cavab verə bilmirdi. Necə İbn Qeym rahimehullah deyir ki, Əl-Vasitiyyədən sonra 1 il dirək ki, cavab verəmədi şeyxə. 1 il Qurbağa gölünə deyir daş atmışdı. Heç bir cavab gəlmədi. Həmçinin şeyxin Əl-Ubudiyyə kitabı var. Hicrətin 710-15-ci illərində yazıb. Oxuyun da. Gör, harada şeyx qeyd edib ki, mən dönmüşəm, tövbə eləmişəm öz etiqadımdan. Allahu Akbar. Ona görə də buradan Abu Bakr Sifil hocaya demək istəyirəm ki, hoca, yəni bir məsələni araşdırırsınızsa, çalışın geniş şəkildə o məsələyə baxın. Yəni öz çərçivənizdən baxmayın, əşarilər çərçivəsindən baxmayın. Bu günləri bu cırtdanlar əlbəttə ki, illər ötəndən sonra deyəcəklər ki, bunların nəslindən gələnlər ki, biz Kamalı debata çağırdıq, Kamal debata gəlmədi, bu da bizim video. Da bilməyəcəklər ki, Kamal yazıq 3 dəfə, 4 dəfə onları telefonla zəng açıb ki, gəlin də, gəlirəm, konum atmamısan, gəlirəm. Çıxdı ortaya, çıxmayıblar ortaya. Bunu deyən olmayacaq, hamısı ona inanacaq. Amma ki, Allah subhanahu wa ta'alənin dərgahında ki, hər şey aydındır. Qiyamət var, sorğu-sual var. Elhamdülillah. Ona görə də yəni buradan bu xocaya da demək istəyirəm ki, yəni məsələləri daha geniş şəkildə baxın. Yəni öz əşari nöqteyi nəzərindən baxın. Mən hər tərəfi araşdırdım. Əşari olanı da araşdırdım. Dediyiniz o alimlərin də adlarını araşdırdım. Oxuyun da, oxuyun. Baxın, görün həmin dövrdə əşari imamları, İmam Suyuti olsun və yaxud da Subki olsun, digərləri. Baxın, görün Şeyxülislam İbn Teymiyyə rahimehullah barəsində hansı tərif edici sözlər deyirlər. Baxın da. Oxumaq lazımdır bunları, maraqlanmaq lazımdır. Burada qardaşlarım, deməli Şeyxülislam İbn Teymiyyə, İbn Kəsir və həmçinin İbn Salahın deməkdə Sufiyyə adlı bir qəbirstanlıq var. Çox qədim qəbirstanlıqdır. Bütün şeyxlər hamısı oradadır. Şeyxülislam İbn Teymiyyə, İbn Kəsir, İmam Zəhəbi, İbn Qeyyim və digər imamlar hansı ki, Allah hamısı orada dəfn olunur. Və hamısı da deyirlər ki, bizi bir-birimizin yanında bastırın. Allahu Akbar. Bir-birlərinin yanındadır hamısı. Aralarında 150 bu qədər metr məsafə var. القبور لثلاثة من العلماء. القبر الأول للإمام ابن تيمية رحمه الله رحمة واسعة، والقبر الثاني لتلميذه الإمام ابن كثير، والقبر الثاني للإمام ابن الصلاح رحمهم الله رحمة واسعة، آمين، وجعلهم من أعالي الجنان على ما قدموا للإسلام والمسلمين ونشروا من العلم. اللهم اغفر لهم وارحمهم وجازهم عن الإسلام. Allah rəhmət eləsin şeyxləri. Şeyxlər həyatda da deyir ki, ey xoca, sənə deyim ki, gedin də halallıq al onlardan. Halallıq da ala bilməyiz. Qiyamət gün çıxacaqsan onların qarşısına. Və sənə deyəcək ki, hardan bilirsən ki, mən etiqadımdan dönmüşəm. Elə öz etiqadımda olmuşam, elhamdülillah. O boyda kitablar yazmışam. Amma sən, ey Abu Bakr Sifil hoca, sən amma elə bir etiqad üzərindəsən ki, sənin imamın Əbul Həsən Əl-Əşari öz etiqadına, sənin indi olduğun o əşari etiqadından tövbə edib, rücu edib, qayıdıb. 2 dənə də kitab yazıb. Əl-İbənə Məqalətul İslamiyyə. Ki, mən tövbə etdim o etiqaddan. Amma sən hələ də həmin o etiqaddasan. Hə, bu var, bu fakt. Amma sən mənə fakt gətirənməzsən ki, Şeyxülislam İbn Teymiyyə tövbə edib. Amma mən sənə gətirirəm ki, sənin olduğun o etiqad, onun banisi Əbul Həsən Əşari tövbə edib ondan. Amma sən həmin o etiqaddasan. Bundan danış. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.